Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Bugün sizinlə mən yenə də Elmi müəllim Əsgərzadə. Bugün də maraqlı bir sualla qarşınızdayım. Vaxt itirmədən başlayaq izahımıza. Sualı ekranda görürsən. 5A 76 x8 ədədini 100 minliklərə qədər yuvarlaqlaşdıranda 600 min alınır. A üzərinə gəlir x cəmi 16 olarsa A ən azı neçədir? Bax 5A 76 x8 ədədini 100 minliklərə qədər yuvarlaqlaşdıranda alırsan 600 min. İndi mənə qulaq as. 100 minliklərə qədər yuvarlaqlaşdırırsınızsa təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik A'ya baxırıq. Özü və özündən sonraki sıfıra çevrilir. Özündən əvvəlki 5 idi, olub 6. Nə vaxt bir vahid artırdı? Müəllim, mən deyim, de. Sən deyirsən ki, ay Elmi müəllim, yuvarlaqlaşdırmada verilən rəqəm 0-4 aralığındadırsa, özü və özündən sonraki sıfıra çevrilir, özündən əvvəlkinə təsir göstərmir. 5-9 aralığındadırsa, 5-9 daxil olmaqla, özü və özündən sonraki sıfıra çevrilir, özündən əvvəlki bir vahid artır. Afərin, qayda yadındadır. İndi, deməli, buradan nə nəticə çıxır? O nəticə çıxır ki, A 5 ola bilər, 6 ola bilər, 7 ola bilər, 8 ola bilər, 9 ola bilər. Sənə şərt vermişəm, A üzərinə gəlinsin x cəmi 16-dır. A ən az deyirəmsə, nə etməliyəm? X-ə ən böyük qiymət verməliyəm. X-ə ən böyük rəqəm 9 verə bilərəm. X-ə 9 versəm, A olacaq neçə? A olacaq 7. Sən deyə bilərsən ki, Elmi müəllim, A-ya niyə 0 verməyək? A-ya 0 versək, x 16 olur. A və x ədəd daxilindədirsə, mütləq qaydada rəqəm olmalıdır. Yəni 0-dan 9-a qədər qiymətlər ala bilər. Yəni ona görə A-ya minimum 7 qiymətini verə bilərəm. Bu sualımız üçün doğru cavab Y variantıdır. Və həmçinin A onsuz da 5-dən 9-a qədər qiymətlər almalıdır. A-ya 5 versən, x yenə 11 olacaq, olmaz. A-ya 6 versən, x 10 olacaq, olmaz. A-ya 7 verəcəksən, x olacaq 9. Bu qədər. Sizinlə mən Elmi müəllim idi. Bəyənin, paylaşın, izləmədə qalın. 2026-da yenə də çempionluğu məhz sizlərlə birlikdə qazanacağım. Hələlik.